Salam, hər vaxtınız xeyir. 9-cu sinif buraxılış fənlər üzrə sınaq imtahanı nömrə 2-nin izahını verəcəm. Deməli, burada baxaq birinci suala. AD bərabərdir CD-yə. O da bərabərdir BD-yə. CBD. Baxın, burada ortadakı bucaq hansıdırsa, həmin bucaqdan söhbət gedir. Bu bucaq 25 dərəcədir. 25 dərəcədir. Baxıram, görürəm ki, diqqət yetirsək, bax, bu üç bucaq bərabər yanlıdır. Görürsünüz, şərtdə verib ki, iki tərəf bərabərdir. Bilirik ki, bərabər yanlı üç bucaqda oturacağı biçik bucaqlar bərabərdir. Oturacağı biçik bucaqlar biri budur, digəri də budur. Yəni, bura 25-dirsə, B bucağı 25-dir, onda C bucağı da olacaq nə? 25. Burada olacaq 25. Gəlin, baxaq. Bu bucağı tapa bilərik biz. Üç bucağı xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bura oldu 50. Baxın, görürsünüz, növbəti üç bucağa baxırıq. Bu üç bucağın özü də bərabər yanlıdır. Görürsünüz, şərtdə verib ki, yan tərəflər bərabərdir. Yan tərəflər bərabərsə, demək, oturacağı biçik bucaqlar bərabər olacaq. Yəni, bu bucaqla bu bucaq bərabər olacaq. Onda 180-dən 50 çıxıb, bölərik 2-yə ki, görək oturacaq biçik bucaqlar neçə eləyir. Bu eləyir 130. 130-u da 2-yə böləndə eləyir 65. Deməli, burada oturacaq biçik bucaqlar 65. Bu da 65. Bizdən istəyir hansı bucağı? BAC. BAC bucağımız da ki, bu bucaqdır. BAC. Yəni, neçə dərəcədir? 65 dərəcədir. Cavab C variantı. Keçək növbəti tapşırığımıza. Burada baxaq görək necə yazır. Burada A üstü n üstə gəl 2-ni yaza bilərəmmi? Belə A kvadratı vur A üstü n. Niyə görə? Əsaslar eyni olanda vuranda qüvvətlər toplanır. Çıx 81 vur A üstü n. Burada gözümə sataşır ki, hər ikisində A üstü n ortaqdır. A üstü n-i çıxardıram. Qalır A kvadratı çıx 81. Ya cavab belə verilir, ya da ki, burada 81 biləm 9-un kvadratı müxtəsərlə açsaq olacaq A üstü n vur. A çıx 9, A üzərinə gəl 9. Elə ki, A kvadratı çıx 81-i yazıram 9-un kvadratı. Bu da nəyə bərabərdir? A çıx 9, A üstə gəl 9 şəklində yazırıq. Cavab B variantı. Gəldik 33-cü suala. Bilirik tənasübdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni, 9 vurulsun x üzərinə gəl 2 bərabərdir. 12 vurulsun 4x çıx 5-ə. Adi tənlik kimi vurub açıb həll eləyək. 9-u mörtəzənin içinə vursaq, olacaq 9x üzərinə gəl 18. 12-ni 4x-ə vursaq, olacaq 48x çıx 60. Məlumlar bir tərəfə, məsullar bir tərəfə. 39x bərabərdir 78-ə. Buradan da x bərabərdir 2-yə. Bizdən nə istəyir? X istəyir, cavab B variantı. Davam edək 34-cü sualla. Görə 34-cü sualda bizdə nə istəyir? Bu da rahat suallardandır. A üstə gəl B veribdir 8. Baxıram, görəm, bax, bu müxtəsər vurma düsturuna yığılır. A üzərinə gəl B-nin kvadratı üzərinə gəl 1. Bax, bu işarə qoyduğum hissə var. A kvadrat üstə gəl 2 abi, o hazır düsturdur. A üzərinə gəl B-nin kvadratının açılışıdır. Burada da A üstə gəl B-ni 8 verib. Kvadratı olacaq 64. Üzərinə gələn 1 olur 65. Cavab A variantı. Gəldik, maraqlı suallardan biri budur. Baxırıq, burada verib alfa iti, çor. Bunun gözəl bir qaydasını deyəcəm. Paralel düz xəttin kəsişməsindən alınan, yəni ha tərəfdə olur olsun, istəyir iti burada olsun, istəyir burada olsun. İti bucaqlar bir-birinə bərabər, yəni bu 4 dənə də ola bilər. O xətlərin, paralel düz xətlərin kəsişməsi 5 dənə də ola, hər necə olur olsun. Yəni, əsas o qaydanı unutmuruq ki, paralel düz xətlərin kəsişməsindən alınan iti bucaqlar bərabərdir. Kör bucaqda kör bucağa bərabərdir. İndi baxırıq burada. Verib bizə alfa üzərinə gəl 2 beta, o 3 qammanı yaza bilərəmmi belə? 2 qamma üzərinə gəl qamma. Deyəcəm niyə görə? Burada bax, beta ilə qamma görürəm, biri iti, biri kördur. Paralel düz xəttin kəsişməsindən alınan bucaqlar, yəni o ay daxili çarpaz, ay daxili bir də elə yadda saxlamaqdansa, mən onun bir variantlı olaraq belə baş salıram ki,
Yəni 2 ilə çorun cəmi paralel düz xəttin kəşməsindən alınan bucaqlarda 2 ilə çorun cəmi 180 verir. Burada indi alfa üstə gəl qamma üzərinə gələm 2-ni çıxardıram. Bu da olur beta üzərinə gəl qamma. Beta ilə qamma 1 iti 1 çor. Deməli bu olacaq nə? 180. Alfa ilə qamma vəziyyətinə baxıram. Yenə bax alfa itidir, qamma nədir? Çordur. Bunların da cəmi ilə eləyəcək nə? 180. 180 üstə gəl 2 vur 180. O da bərabərdir 540-a. Cavab C variantı. Maraqlı sual idi. Gəldik bu suala. Deyir ki, OC şüası, burada biraz bunlardan istifadə edəcəm. OC şüası AOB-nin tən böləndir. Tən böləndirsə, mən bura 2x, burada 2x verərəmmi? Bəli, niyə vermirəm? Deyir ki, OD şüası isə AOC-nin tən böləndir. Tən bölən nədir? Bucağı yarıya böl. AOC görürəm ki, 2x-dir də. Tən bölənə görə olar mı x bölünər? Bəli. Ona görə yazacağım bura x, burada yazacağım x. Ümumi neçə oldu? 4x. 4x bərabərdir deyir. AOB bucağı verib bizə nə? 140-a. 140-a. X də bərabərdir 3, 35. Bizə nə bucağı istəyir? O, D bucağı istəyir. Onu da x-dən qəbul eləmişik. Cavab olacaq 35. Gəldik 37-ci suala. 37-ci sualda rahat suallardandır. A kubu bərabərdir 2-yə. A üstü 6 üzərinə gəl 6 sual. Mən A üstü 6-nı yaza bilərəmmi? A kubunun kvadratı. Üstə gəl 6 bərabərdir. A kubunu verib bizə 2. Yazıram 2-nin kvadratı üstə gəl 6. 2-nin kvadratı 4 eləyir. Üzərinə 6 gələndə cavab A variantı. Baxırıq bura. Maraqlı sualdır. Modul A bərabərdir A-ya. Modul B bərabərdir mənfi B-yə. Hansılar mənfi ola bilməz? Əvvəlcə burada biz A-nın B-nin işarəsini təyin etməliyik. Görürəm modul A A-nın özünə bərabərsə, deməli A-nın daxilindəki ədədlər müsbət ədədlərdir. Niyə görə? Çünki əgər mənfi olsaydı, qabağına bax mənfi atardı. Baxırıq görür burada modul B bərabərdir mənfi B-yə. Deməli bu B-nin daxilindəki ədədlər mənfiymiş ki, qabağa da bir dənə mənfi çıxardıq, müsbət olsun deyə. Buradan da B-nin işarəsini təyin elədik. Nəymiş? Mənfi. də aşağı baxaq. Birinci A müsbətdir. B mənfidir. Mənfinin kvadratını müsbət eləyəcək. Bu yəni heç vaxt mənfi ola bilməz. İndi A çıx 2B. A müsbət ədəddir. Çıx 2B. B mənfidir. Mənfi B yazıram belə də. 2 mənfi bir-birini müsbətləşdirirmi? Olur nə? A üstə gəl hər nəsə də. Yəni 2 müsbət ədədən cəm olur. Bu da mənfi ola bilməz. Gəldik C var. Üçüncüyə. A-nı bilirik müsbətdir. B-ni bilirik mənfidir. B mənfidir. B-ni yenə ixtiyarı bir mənfi ədəd qoyuram. Çıx A-nı yenə ixtiyarı müsbət ədəd qoyuram. Vur, nə bilim 1. Görürsən 2 mənfi ədəd toplanır, cavab nə eləyir? Mənfi. Deməli mənfi ola bilməz 1 ilə 2 A variantı. 39-cu suala baxırıq. 39-cu sualda görə bizdən nə istəyir? 39 sualda rahat sualda 45% 90 olan ədədin 45% bilirik biz ədədi xeyr. Yəni x-in 45% faizi deyəndə nəyə bölürdük? 100-ə bölürdük. Faiz göstərəndə vurub 100-ə bölürdük. Bərabər nəyə? 90-a. İndi burada tapaq x-i. X bərabərdir. 90 vur 100 böl 45. 90 ilə 45 gedər 2. Burada qalar 200. X-i tapdım 200 deyil. Bu ədədin 30%-ni tap. 200-ü vururam. 30-a bölürəm 100-ə. Cavab eləyir 60 A variantı. İndi baxırıq 40-cı suala. 2A üzərinə gəlirəm 3B bərabərdir 14-ə. Bunu müxtəsər vurma düsturu ilə açarım. Elə bir ki, bax bu düsturu yadımıza salaq. A kvadrat üstə gəl B kvadratın açılışı nə idi? 2 açılışı var idi bu. A üzərinə gəl B-nin kvadratı çıx 2AB və yaxud A çıx B-nin kvadratı üzərinə gəl 2AB. Bu düsturlardan istifadə edəcəyik. Bizə cəm verdiyinə görə bizə cəm olan hissəsi lazımdır. Bunu silirəm. Cəmlə olan açıram. Yazıram 2A üzərinə gəlirəm 3B-nin kvadratı çıx 2 vur. A-mız nədir? 2A. B-miz nədir? 3B. Bərabər nəyə? 100-ə. 2A üstəgə 3B nə verib? 14. 14-ün kvadratı eləyir 196. Çıx
Bu da eləyir 12AB bərabərdir 100-ə. AB-ni tapsaq bərabərdir 8. Məmla bir tərəfə, məhsullar bir tərəfə. Davam eləyək. Sonra 42-ci sual, yox, 41-ci sualla. 41-ci sual da gözəl sualdır. AB bilirik ki, əvvəlcə burada xatırlatmayacağım. AB ədədini necə aça bilərik? Bu təklik mərtəbəsidir, bu da onluq. Olacaq belə 10A üzərinə gəl B. İndi burada AB-nin yerini yazaq. 10A üzərinə gəlirik B bərabərdir 2A. Üzərinə gəlirik 5B-yə. A-lar bir tərəfə, B-lər bir tərəfə. A-nı bu tərəfə keçirəm, B-ni də bu tərəfə keçirəm. Olacaq 8A bərabərdir 4B-yə. Hər ikisi 4-ə bölünəcək. Qalacaq 2A bərabərdir B-yə. Yəni, biz burada B-nin yerinə bax, B-ni böl. Bizdə bax, B böl A nisbətini istəyir. Bərabər. B nəyə bərabərdir? 2A-yə. Gətirib yerinə yazıram. 2A böl A-yə. A-lar getdi, qaldı cavab 2. Baxaq 42-ci suala. 42-ci sual sadə hesablamadır. 2 böl, daha doğrusu 2 çıx, 2 böl, 2 də çıx. Dövrdə 3 nə deməkdir? 3-də 1 deməkdir. Bərabərdir. 2 çıx, 2 yuxarıda qalır. 2-dən 3 çıxanda 1 tam ayırıq. 1 tam 3-də 3 çıx, 3-də 1. Bərabərdir. 2 çıx, 2-də bundan bu kəsirdən bu kəsir çıxsam 1 tam 3-də 2. O da bərabərdir 2 çıx, 2 böl. Bunu düzgün olmayan kəsirə çevirsək 5 məxrəc qalxacaq yuxarı. O da bərabərdir. Bundan bunu çıxanda yenə 1 tam 5-də 5 çıx 5-də bu 6 1 tam 5-də 1. O da bərabərdir 0 tam 5-də 4. 4-ü 5-ə böləndə nə edir? 0 tam 8 cavab C variantı. Deməli 43-cü tapşırığa baxırıq. 43-cü tapşırıqda 9 üstü 9. 9-u yazaram 3-ün kvadratı üstü 9. Vur. 8-i yazaram 2-nin kubu üstü 3. 16-nı yazaram 2 üstü 4 üstü 4 böl. 32-ni yazaram 2 üstü 5 üstü 4 vur. 27-ni yazaram 3 üstü 3 üstü 6 bərabərdir. Bunu sadələşdirsək yuxarıda qalır 3 üstü 18 vur 2 üstü 9 vur 2 üstü 16 2 üstü 16 vur 2 üstü 20 vur 3 üstü 18. 3 üstü 18'ler gedər. Yuxarıda olar 2 üstü 25. Aşağıda olar 2 üstü 20. Böləndə qüvvətlər çıxılır. 25-dən 20 çıxanda qalar 2 üstü 5. 2 üstü 5 neçə deməkdir? 32 deməkdir. Deməli, davam eləyək 44-cü sualdan. 44-cü sualı daha aydın başa düşmək üçün Euler diaqramından istifadə edəcəm. 2 dənə Euler diaqramı çəkirəm. Ortaya əvvəlcə kəşmələr göstərirəm. Kəşmələrimiz görürəm 3, 4, 5 hər ikisində var. 3, 4, 5. Bu A ifadəsi olsun. A çoxlu, bu da B çoxlu. 2, 3, 4, 5 getdi. Qaldı nə? 1, 2. 3, 4, 5 getdi. Qaldı nə? 6, 7. En A fərq B. A fərq B haranı göstərir? Bax buranı kəşməyə qədər. B fərq A haranı göstərir? O da buranı göstərir. Bu da kəşməyə qədər. Kəşməyə qədər. Burada görürəm kəşməyə qədər neçə element var? 2 element. Burada kəşməyə qədər neçə element var? 2 element. Bu en sayını göstərir. O olacaq 2 üstə gəl 2 bərabərdir sayı 4. Yəni burada biraz bu çoxluqlar bölməsində savadı az olan uşaq saat çaşacaq. Deyəcək ki, burada cəm istəyir də. 1-in üstünə 2 gələr, 6-ın üstünə 7 gələr, eləyər 16. Cavab A götürər və yanlış. Burada en sayını göstərir. Yəni deyir, en A fərq B neçə dənədir? 2 dənə. En B fərq A neçə dənədir? 2 dənə. Yəni en orada sayını göstərir. Olur 2 üstə gəl 2, 4. 44-cü sual çox gözəl sual idi. Deməli, davam eləyək. 45-ci sualına. 45-ci sualda görək nə istəyir? Katetlər, bilirik ki, katet düzbucağı biçik tərəflərdir. 5K və 12K'dır.
5, 12 bilirik ki, Pifaqor ədədlərdir. Deməli, onda olacaq hipotenuz 13k. Yaxşı, Pifaqor ədədlərini bilmiriksə, onda taparıq da. C kvadrat nəyə bərabərdir? Katetlərin kvadratlar cəmi. 25-in kvadratı, 25k kvadratı üzərinə gəlir 144k kvadratı. C kvadratı bərabərdir. 25 169 k kvadratı. C kvadratı. Onda C bərabər nəyə? 13k-ya. C-mizi tapdıq 13k. Həm də Pifaqor ədədlərindən gördünüz rahat şəkildə mən bildim ki, C 13k-dır. Belə də yəni isbatını verdim. Nəsə deyil, perimetr. Perimetri bilir ki, tərəflər cəmidir. Tərəflərimiz nədir? 13k üstə gəl 5k üzərinə gələm 12k bərabər nəyə? 90-a. 13-ün üstünə 5 gəlsəm 18, bu da eləyəcək 30k bərabərdir 90-a. K da bərabərdir 3-ə. Bizə nə istəyir? Hipotenuz. Hipotenuz 13k-dır. 13-ü 3-ə vuraram, eləyər cavab 39. Və 46-cı suala baxaq. 0,5-dən böyük. 0,5 2 ilə 1 deməkdirmi? Deyəsiniz, bunu hardan alırız? Gəlin, belə açıq yazın. 10-5, 10-5 yazaram. İxtisar gedər, olar 2-də 1. Məxrəci 16 olan. Əgər bu məxrəci 16-sa, biz də bu məxrəci 16-ya gətirmək üçün sürəti məxrəci 8-ə vurarıqmı? Bura olar 16-da 8. İndi bundan böyük və məxrəci 16-dan neçə düzgün kəsiləncə, ixtisar olunmayan düzgün kəsiləncəni yazın. Deməli, olacaq 16-da 8-dən böyük. 8-dən böyük 9 ola bilər. 10 olmaz, çünki ikisi də 2-yə gedəcək. 11 ola bilər. 12 olmaz, hər ikisi 2-yə gedəcək. 13 ola bilər. 14 olmaz, hər ikisi 2-yə bölünəcək. 15 ola bilər. Bu qədər. Deyir, bunların cəmini tapın. Yəni, bu nə deməkdir? Bir dəqiqə üzr istəyirəm. Deməli, olacaq 16-da 9. Üzərinə gəlirəm 16-da 11. Üzərinə gəlirəm 16-da 13. Üzərinə gəlirəm 16-da 15. Bərabərdir. Bu eləyəcək 48 böl 16 cavab 3. Davam eləyək. Aha, burada. Bərabər tərəfli üçbucağın. Baxırıq. Bərabər tərəfli üçbucaqda bilirik ki, bütün tərəflər bir-birinə bərabərdir. 60-60 bucaqlar 60-60'dır. Bunu yadımıza saldıq. Təpə nöqtəsi, medianların keçmə nöqtəsindən təpə nöqtəsinə qədər, medianların keçmə nöqtəsindən təpə nöqtəsinə qədər məsafə 6 kök 3'dür. Biz bilirik ki, medianlar keçmə nöqtəsindən başlayaraq 2'nin bir nisbətində bölünür. Bura 1 nisbət düşür, bura 2 nisbət düşür. Yəni yazıram belə, 2k bərabərdir 6 kök 3. K da bərabər nəyə? 3 kök 3'ə. K'nı tapdım. Bura 3 kök 3'dür. Burada 6 kök 3. Ümumi medianı taparam mı? 6 kök 3 üstə 3 kök 3 eləyər mi? 9 kök 3. Biz bilirik ki, bərabər tərəfli üçbucaqda tən bölən, hündürlük, median. Tən bölən, median, tən bölən, hündürlük bir-birinə bərabərdir. O da bərabərdir. A kök 3 böl 3. İndi burada medianımızı tapdıq 9 kök 3. Deməli, yəni tən bölənimiz, hündürlüyümüz hamısı eynidir. Olur belə. 9 kök 3 bərabərdir. A kök 3 böl 3. Burada kök 3'lər gedər. Yox, estağfurullah. Burada üzr istəyirəm, səhv yol vermişəm. Deyirəm, nəsə səhv var burada. A kök 3 böl 2'dir. A kök 3 böl 2. Burada 9 kök 3 bərabərdir. Düstur yazırıq. A kök 3 böl 2. Kök 3'lər ixtisar gedir. A bərabər çarpaz vurulur. 9 vur 2, 18. Gəldik 48-ci suala. 48-ci sual hazır qaydada. Baxın, burada M şəkli var. M şəklində nədir? Çöldəki bərabərdir daxildəkilərin cəminə. Yəni 100 bərabərdir 70 üzərinə gəlirik x. X də bərabərdir 100-dən 70 çıxanda 30. Deməli 49-cu suala baxacağım. Deyir ki, burada dərəcələr verilibdir, burada da çox ədli verib. M-in dərəcəsi neçədir? 8. Yazıram belə. M üstü 8. Belə yazacağım ki, bilək yəni M-in dərəcəsi nədir? K-nın dərəcəsi burada 4'dür. Burada da kub verir. Qüvvətin qüvvəti vurulur. K üstü oldu mu 12. Vur. N-in dərəcəsi neçə verib? 10. Yazıram N üstü 10 çıx. P-nin dərəcəsi neçə verib? 6. P üstü 6 üstü 2. Bunun dərəcəsi, çox ədin dərəcəsini istəyir. Burada qüvvətdə
həmişə belə olanda bir sona vurulur, bir əvvəl. Yəni ortadakı bizə lazım deyil. Ən yüksək həm kənarlarda olur. Deməli burada olacaq m üstü 8, üzərinə gəlirəm k üstü 12. Bu içəridə daxildə vuranda olacaq n üstü 20 çıx p üstü 12. İndi baxırıq. Burada vurub atsaq çox ədli kimi, bu buna vurulacaq. Burada yəni qaydası necədir? Buranın böyüyü ilə digər mötərizənin böyük qüvvətinin cəmini götürürük. Çünki vuranda üstə toplanacaq axı. Olacaq belə 12 üstə gəl 20, cavab 32. Yaxşı, 50-ci tapşırığa baxırıq. 50-ci tapşırıq da maraqlı sualdır. A-nın 3-ə nisbəti bərabərdir B-nin 5-ə nisbəti. Bu tənasüb kimi bu bura vurulsun, bu bura. 5A bərabərdirmi 3B-yə? Burada bax 5 ilə 3 qarşılıq sayda olduğuna görə A olacaq bunun qonşusuna, B də olacaq özünün qonşusuna. A olacaq onda 3K, B də olacaq onun qonşusu nədir? 5K. Burada deyək A üstə gəl B 32-dir. A 3K-dır, B də 5K-dır. Cəmləri eləyəcək nə? 8K bərabərdir 32-yə, K da bərabər nəyə? 4-ə. B çıx A fərqi. Bu olacaq onda 12, bu olacaq onda 20. Bunu çəkim. Aha, 20. Burada B çıx A fərqini istəyir. 20-dən də 12 çıxanda, deməli, 20-dən də 12 çıxsaq, cavab qalacaq 8. 20-dən də 12 çıxsaq, cavab qalacaq. B çıxanda B 20-dir, A-dakı 12 idi. 20-dən 12 çıxsaq, cavab qalacaq 8. Gəldik 51-ci suala. B ədədinin tərsi ilə B-nin tərsi nədir? 5-in tərsi nədir? 5-də 1. Tərs deyəndə sürətlə məxrəc yeni dəyişir. Tərsi ilə əksinin fərqi. Çıx. 5-in əksi nədir? -5. Fərqi. 2 mənfi yan-yana olanda toplanır. Olur 5 üzərinə gəl. 5-də 1. 5-də 1 nə deməkdir? 5 üzərinə gəl. 10-da 2. O deyil 5 tamamda 2. Davam edirik 52-ci sualla. Bu yenə ABC bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bir dəqiqə üzr istəyirəm. Deməli ABC bərabər yanlı üçbucaqda bilirik bu oturacağı biçik bucaqlar, hipotenuza biçik bucaqlar yəni 45-45-dir. 45-45-dir. Nə deyir bizdə? BD tənböləndir. Tənbölən isə alfa. Burada neçə dərəcə düşdü? 45 dərəcə. CD haradır? Bura. 8-dirsə AD-nin uzunluğunu istəyir bizdən. Bura X-dir. Bilirik ki, bura X verək, tutaq ki, burada olsun X üzərinə gəlirəm 8. Baxaq görək neyləmək olar. Bura olarmı belə? 45 üzərinə gəl alfa görə bizə xarici bucağın xassəsinə görə. Görək bizə nəsə verirmi? Aha, verəcək, bəli. 45 üzərinə gəl alfa. Bu elə bir ki 2-si də 90 dərəcə eləməlidir. 90 bərabərdir 45 üstə gəl 2 alfa. Biraz deyək, şəkil dolaşıq düşəcək. Elə öz üzərində göstərsəm daha yaxşı olacaq. Bərabər yanlı üçbucaqdır. Deməli CD verib 8. Burada olsun X. Burada olsun 8 üzərinə gəlirəm X. Bərabər yanlı üçbucaqda tənbölən. Bu tənböləndir. Baxaq görək burada neyləməyə. AD-nin uzunluğunu istəyir bizdən. AD sual. Baxın bura. Bərabər yanlı üçbucaqda bu nəyə bərabərdir? Katetin kök 2 misli. 8 üstə gəl. X-in kök 2 misli. Tənbölən xassəsi nədir? Hərəsi öz uyğun tərəfinə nisbəti. Yəni yazacağım belə 8 üstə gəl X kök 2 böl. Onun uyğun tərəf hansıdır? X-ə nisbəti bərabərdir. 8 üzərinə gəl X-in 8-ə nisbəti. 8 üstə gəl X getdi. Qalacaq burada. Belə tənasüb kimi vursaq X bərabərdir. Bu bura vurulur. Bu da bura vurulur. 8 kök 2. Bu qədər maraqlı sualdır. Nəsə tənbölən xassəsindən getdik. Deməli gəldik 53-cü sual. Boş olmayan AB çoxluqları üçün AB kəsişmə. Baxaq bir dənə bura.
Bu A çoxluğu olsun, bu B çoxluğu olsun. A ilə B-nin birləşməsi verib 48. İndi bizə deyir, A ilə B-nin kəşməsi, gəl A ilə B-nin kəşməsinə x verək. X. B ilə bu olsun A, bu olsun B. Aha. A fərq B. Bura olsun Y, bura olsun Z. Baxaq. İndi nədir? Deyir ki, A ilə B-nin kəşməsinin 3-ə nisbəti, yəni X-in 3-ə nisbəti. Belə işləmək çətindir. A kəşmə B, adam gözü ağrıyır. B fərq A-nın bərabər, B fərq A, bu Z-dir də. Z-in 8-ə nisbəti bərabərdir A fərq B. A fərq B-də nədir? Y-ə. Ümumi deyir ki, A birləşmə B-də 48. A birləşmə B nə deməkdir? Yəni bu 3-ün cəmi. Çoxluqlar bölməsinə aid kanalımda çox gözəl izah vermişəm. X dəqə Y bərabərdir. Bizdə A kəşmə B-ni istəyir, yəni X sual. Baxaq, burada niyə bilərik? Burada bax, gəlin burada bax, nisbətlə gedək. Bax, bunu buna vuraq, bunu da buna vuraq. Olsun belə, 8x bərabərdir 3z-ə. Burada yazaram mı? X bərabərdir 3k-ya, z bərabərdir 8k-ya. İndi baxaq. İndi burada nisbət gedək. Bu məxrəci 1-dir də. Z bərabərdir 8y-ə. Onda z nəyə bərabərdir burada? Z bərabərdir 8k-ya. Y də bərabər nəyə? K-ya. İndi gətirək yerinə qoyaq. Nisbətlərlə gedəndə daha rahatdır. Gətirək indi yerinə qoyaq. Dəqiqə. Aha, gətirək yerinə qoyaq. Burada cəm verib 48. Z-i tapmışam 8k. Üzərinə gəlirəm. X-i tapmışam 3k. Üzərinə gəlirəm. Y-i tapmışam k. K. Bərabər nəyə? 48-ə. Bunları cəmləyək. Bu eləyir 4. 12k bərabərdir 48-ə. K da bərabər nəyə? 4-ə. Bizdən nə istəyir? A kəşmə B. A kəşmə B X-dir də. X-i nə qəbul eləmişəm? 3k. 3k bərabərdir. 3k bərabərdir. 3 vur 4-ə. O da bərabərdir 12-yə. Çox gözəl və maraqlı sualdır. 53-cü sual. Davam eləyək 54-cü sualla. Baxın görün. 54-cü sual nədir? 54 və 55 son 2 sualımız. Deyir alfanın beta nisbəti 5-in, gəlin bax burada, düzdür, bu hazır da düsturdur, həm də belə də öyrənsək daha yaxşı, yəni çıxarılışları ilə. Alfa, baxıram görəm, beta ilə qamma, bax üstbuzağın, elə bir ki, üstbuzağın içi xarici bucağıdır. Alfa, bax buradan bir dənə də belə bir xətt uzatsam, belə bir xətt uzatsam, M alınırmı? M alınırmı? Burada alfa 5K'dır. 5K'dır. Gamma 4K'dır. Bu hansıdır? Yox, beta 4K'dır. Gamma 6K'dır. Aha, baxaq görək burada nə etmək olar. Bax bu 5K. Bura misal üçün deyək. Baxaq görək nə demək olar burada. 140-da gammanı istəyir bizdən. Gammanı istəyir. Burada bax M görmüşəm. Beta bərabərdir. Beta bərabərdir. Bura versəm 5K'da da 180 çıx 5K. Mən düsturla getmək istəmirəm. 180 çıx 5K. Burada 6-dır. Burada açıq bucağa görə yazaram. 180 çıx 6K. M qaydasını bilirəmsə, M qaydası necə idi bax? M qaydası. Çöldəkilər bərabərdir içərdəkilərə. Yəni, niyə çoxlu düstur əzbərliyim? Bildiyimə gətirirəm də. Çöldəkilər nədir? 180 çıx 5K. Üzərinə gəlirəm. 180 çıx 6K bərabərdir çöldəkinə. Yəni, 4K-ya. 5K, 6K mənfi 11K. Bu da sağ tərəfə keçəndə olacaq 15K. 180-dan 2 dənə, bu da eləyir 360. K da bərabərdir 360-ı bölürük 15-ə. Gəl görək tam bölünəcəkmi? 2 dəfə 30, 60-ın içində də 4 dəfə. Bəli, 24. Bizə nə istəyir? Qammanı istəyir. Qammada nədir? 6K. 6 vur 24 bərabərdir. 6 vur 24 görək neçə eləyir? Deməli, 24
2 yadda 12, 2 də yadda 144. Bəli, indi davam edək və sonuncu sualımızdan 55-ci sualdan. X kubu çıx 64 kvadrat vuruqları A. Gəlin buradan x-i çıxarsaq, qalar x kvadratı çıx 64. Bunda vuruqları görərəm ki, x vurulsun, x çıx 8, vur x plus 8. Çıxartsın vuruqları isə, bunun vuruqları, bu A-dır. Yazıram bura A. İndi B çoxaltsın vuruqlarına baxaq. X kvadratı çıx 2x çıx 48. Viet teoreminə görə bunu görərəm rahatçılıqla. 6 və 8-dir vuruqlar. Çünki 6, mənfi 6, 8. Vuranda mənfi 48, toplayanda da həqiqətən müsbət 2 eləyir. Bu olacaq belə. X üstəgəl 6 vuruqları. Bu da olacaq x çıx 8. Euler diaqramından qeyd edin. Qeyd edək. Euler diaqramını çəkirik. Deməli, bu olsun A, bu olsun B. Biraz yekə çəksəm daha yaxşı olar. Əslində, yekə çəksəm qeyd eləmək daha rahat olar. Deməli, biraz belə çəkəcəm. Bu oldu A, bu oldu B. A ilə B-ni görəm kəsişməsi x çıx 8-dir. Hər ikisində x çıx 8 var. Ortaya x çıx 8-i yazıram. Bu A olsun, bu da B. Burada x çıx 8 getdi. Burada qaldı mı? X, bir də qaldı x üzərinə gəlirəm 8. Burada da x çıx 8 gedəndə B-də də qalacaq. X üstə gəl 6. Bu qədər. Diqqətiniz üçün təşəkkürlər. Maraqlı sınağı idi.